Salam hər kəsə. Bugün sizlərə TK terapiyasından bəhs edəcəm. Adından da anlaşıldığı kimi rezistiv və kapasitiv enerji transferi. Bunun əsas texnikası, əsas sistemdə yatan məntiq bundan ibarətdir ki, verilən enerjinin radiofrekans vasitəsilə patolojik nahiyələrə ötürülməsi. Cihaz günümüz etibarilə daha populyar bir hala gəlib, çünki qısa bir zamanda və daha effektiv bir şəkildə nəticə ala bilirik. Özəlliklə spor yaralanmalarında, məsələn, burxulmalarda çox effektiv bir nəticə görmək olur. Cihazda iki texnika var. Var termal texnika, var soyuq texnika. Bu ikisinin arasındakı əsas fərq patologiyanın, yəni xəstəliyin şiddətindən asılıdır. Akut dövrdə, başlanğıc dövrdə soyuq texnikadan istifadə olunur, xroniki dövrdə isə artıq termal başlıqlardan istifadə olunur. Cihazın əsas üstünlüyü bundan ibarətdir ki, birinci növbədə tez və sürətli bir şəkildə ağrını azaldır. İkincisi, qanlanmanı, qan dolaşımını artırır və həmin nahiyədə oksigen bərpasını artırır, immuniteti artırır eyni zamanda və şişliyi azaldır. Rezistiv və kapasitiv başlıqlar arasında digər böyük fərqlərdən biri də onların toxmaya nüfuz etmə dərinliyidir. Belə ki, kapasitiv başlıq daha üzdə olan toxmalara nüfuz eləyir. Yəni ki, bunlar damar sistemidir, lenf sistemidir, yağ toxmasıdır və daha üzdə olan əzələ toxmalardır. Rezistiv başlıq isə daha dərində olan toxmalara nüfuz eləyir. Bu dərində olan toxmalar isə qığırdaq, sümük, vətər və daha dərində olan əzələ qruplarıdır. Hansı nahiyələrə etmək tövsiyə olunmur? Bu nahiyələr ürək və ürək ətrafı nahiyələrdir. Körpücük sümüyünün həm altına, həm üstünə, sternum dediyimiz sinə sümüyünün üzərinə, ondan sonra sümük çıxıntılarının üzərinə və cinsəl orqanların üzərinə və ətrafına etmək olmaz. TK terapiya kimlərə olmaz? TK terapiya aktiv qanaması olan insanlara kesinlikle olmaz. Xərçəng xəstələrinə olmaz. Travma riski olan insanlara olmaz. Dəridə həssasiyyət zəifliyi olan insanlara olmaz. Metal protezi olan insanlara olmaz. Kardiostimulyator olan insanlara olmaz. Rəhimdəki qoruyucu cihazı olan insanlara olmaz. Eyni zamanda hamilə xanımlara, hərarət və infeksiya zamanı, eyni zamanda epilepsiya və 14 yaş altı olan uşaqlara olmaz. TK terapiyanın yan təsiri nədir? Əsasən yan təsir yoxdur, amma başlanğıc etapda, yəni təzə başlayan xəstələrdə həyəcanlanmadan dolayı prosedurdan sonra, yəni ilk 15-20 dəqiqə sonra həyəcanlanmaya bağlı olaraq halsızlıq görülə bilər və ya xəstənin, pasiyentin istifadə etdiyimiz gelə qarşı bir allergiyası ola bilər və bundan qaynaqlı da dəridə yüngül qızarıqlar ola bilər. 15-20 dəqiqə sonra bunlar çəkilib gedir. Boynunuzda, kürəyinizdə, belinizdə, çiyninizdə, dirsəyinizdə, but çanaq oynağınızda, dizinizdə, ayaq biləyinizdə və ayağınızda ağrılar varsa, TK terapiyadan istifadə edə bilərsiniz.